Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve şeden la ilahe illallah vahdehu la şerike lehu ve tevallas salihin. Ve şeden de Muhammeden abduhu ve resuluhu ve sallallahu aleyhi ve sellem salaten ve selamen daimeyn mutelazimin ila yevmiddin. Allahümme enfa'in ma allamtana ve allimna ma yenfa'in ve zinni ilmə. Deyir ki, ən böyük faydalardan keçən dərs nə idi? Məhz müddəti artırmaq icazəlidir. İbn Teymiyyə hansı qaydanı gətirir? Əgər qırıqdırsa da, demək, istisna halda məhz çəkirsənsə də, demək, soyuqdan qorxanda da bir gün, 2 gün, 3 gün artıra bilərsən. Ən böyük nədir? Faydalardan buydur. Sonra şeyx gətirir ki, Bəb ləm yətəvadda min ləhmi şət və səviq. Qoyun əti və sıyıq yemək növüdür. Sıyıq. Yedikdən sonra dəstəmaz almayan kimsə. Belə bir bab açır. Həzi tərcümətən tədullu alə umqi nəzəril Buxari rahiməhullah. Yəni, Buxari rahiməhullah belə bir bab açır, biraz diqqətləri dərinliyə çəkir. Hətta gətirir ki, bu məsələdə Əbu Bakır, Ömər, Osman radiyallahu anhum, onlar da yedi, lakin dəstəmaz almadı. Onlar da nədir? Dəlil olaraq nədir? Gətirir. Qalə bəbu ləm yətəvadda min ləhmi şət yüşiri ilə vudu min ləhmil ibil. Deyir ki, bu məsələdə qoyun əti yedikdən sonra dəstəmaz məsələsini işarə edir dəvə əti yeməyə. Dəvə əti yeməyə. Yəni, bu da olarmı? Belə bir bab açır. Li'annahu leysa ala şartihi və huwa fi sahih Muslim ennən Nəbiyyə s.ə.v əmrə bi vudu'i min ləhmil ibil. Deyir ki, bu o şərtdən deyil ki, hansı ki Müslimdə rəvayət olan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, dəvə ətindən sonra dəstəmaz alın. Dəstəmaz alın. Hətta bir dənə hədisin başqa bir versiyası da var ki, Peyğəmbər s.ə.v Müslimdə gətirir, əmara bi vudu'i minəl ləhmil ibil. Deməli, bir rəvayətdə gəlir ki, əmr edibdir ki, dəvətindən sonra dəstəmaz almalı. Qalə İmam Əhməd rahiməhullah fihi hədithəni sahihən ən-Nəbi s.ə.v hədithu bəra. Deyir ki, iki hədisin ikisi də səhihdir. İmam Əhməd gətirir, rahiməhullah. Hər iki halda deyir, səhihdir. Bəra radiyallahu anh rəvayət olunubdur. Və ləhmül ibli nəqdun lil-vudu'i ni'uhu və mətbuhuhu. Deməkdir, dəvə ətinin, indi ixtilaflar gələcək. Dəvə ətinin bişirilmiş halından istifadə etsən də, çiğ halından istifadə etsən də, hər iki halda dəstəmaz alınmalıdır. Hər iki halda dəstəmaz alınmalıdır. Qalili və kəsir, istir az yi, istir çox yi. Fərq eləmir. Şəhmuhu və ləhmuhu, istir yağı olsun, piyi olsun, istir əti olsun. Kulluhu nəqidun, hər biri deyir, bunları neynir? Dəstəmazı pozur. Əl-kəbudu vəl-əm'a'u vəl-kərşu vəl-qəlbu vəl-rəhsu. Bütün dərinliyə gedir. Deyir ki, istəyir ciyarı olsun, istəyir bağırsağını pişir, qızart, istəyir qarın tərəfindən qutaq pişir, nə istəyirsən, istifadə elədin. İstəyirsən ürəyini qızar, istəyirsən baş ayağını ye. Hər bir halda dəstəmaz alsın. Hər bir halda. Yəni, sən buradan istat gətirə bilməzsən ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ətini yedi, getdi aldı. Mən qarını yiyirəm. Və ya baş ayağını yiyirəm. Yəni, deyir ki, hər bir halda nə babındandır o? Dəvə babındandır da. Yəni, dəvə. Fərq eləmir. İstər dırnağını yiyir, istəsə də deyir, ətini yiyir. Hər bir halda deyir, olur. Kullu mə fi cəvfil bə'ir. Hər biri deyir, dəvənin deyir, dəvədəndir.
iç qismidir. Ona görə də istifadə olunduqda dəstəmaz alınır. Kullu men kana fi daxilil cillil ba'ir fa innehu yanqudu vudu. Çünki deyir bə'irin daxili olduğundan, yəni dəvənin daxilindən olduğundan dəstəmaz alınır. Alə farqlı ənə Nəbiyyə s.ə.v ətləqa tavadda'u min luhumil ibil. Yəni fərqi yoxdur. Hər bir halda bu mütləq şəkildədir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm dəvə ətindən dedikdən sonra dəstəmaz aldı. Şimdi bura məsələ 3 qismə bölünür. 1 bu fəqihlər gətirir ki, dəstəmazı pozulan haldaydı, ona görə getdi aldı. İkinci qism gətirir ki, xeyr, ola bilməz. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm dəstəmazsız gəzmir sabah. Fikir verin. Fəhimdən bunlar hamısı. Üçüncü qism gətirir ki, bunun o biri tərəfi yoxdur. Hər bir halda dəstəmazlı olsa və olduğu halda belə yedi getdi aldı. Yəni dəstəmazı var idi və iminni ətə görə getdi aldı gəldi. Məsələ budur. Yəni bunu da artıq deyib başqa çıxışı yoxdur. Yalnız budur. Ona görə gələn də məsələ hər bir halda alimlər arasında nədir? İxtilafdır. وَيَعْلَمْ أَنَّ النَّاسَ سَيَأْكُلُونَ كُلَّ بَعِيرٍ يَأْكُلُونَ الْبَهْرَ وَيَأْكُلُونَ الشَّحْمَ وَيَأْكُلُونَ الْأَمْعَاءَ وَيَأْكُلُونَ الْقِرْشَ كُلَّهُ يُؤْكَلُ وَرُبَّمَا لَوْ وَازَنْتَ بَيْنَ الْهَبْرِ وَبَيْنَ غَيْرِهِ لَوَجَدْتَ أَنَّ غَيْرَهُ أَكْثَرُ وعلى هذا فيجب الوضوء من لحم الإبل ولا يجب الوضوء من لحم الشاة وكذلك بقرة وبقية الحيوان. Deyir ki, məsələn, temkin aldın, biraz başqa heyvan ətindən, qoyun və ya inək fərq yoxdur. Və biraz da dəvəti qatışdırdın, gətdin, aldın. Bundan da yedin, pişiribsən də, qızardırsan, qoyursan. Ondan da. Yediyin halda buna düşmür, ondan yedinsə, bir qismət belə olsa, gedəksən dəstəmaza. Yəni, məsələ o qədər həssasdır ki, tam dərinliyinə gedilər bunu. Şeyx Hüseyin Rahiməhullah tam dərinliyinə gedir. فَاِنْ أَكَلَ الْاِنْسَانِ لَحْمَ الْخِنْزِيرِ deyib, bir insan məsələn donuz ət yedi. Həl yecib aleyh vuda inkənə muttarra ona deyir, dəstəmaz almaq vacibdirmi? Yəni, zəruri halda yediyi halda da. Təbii ki, zəruri halda yeyilir də. Yəni, bu donuz ət yeyəndə gedib almalıdır mı dəstəmaz? Əl-cavab, lə yuntəqadu əl-vudu. Burada deyir, onun dəstəmazı pozulmur. Və inkənə ləhmü xınzil əxbəs. Baxmayaraq deyir, xabis bir ətdir. لأن في اللحم الإبل علة لا توجد في غيره من لحوم وهي عصبية ولهذا تجد أصحاب الإبل أشد الناس وأغلظهم. Bax, fikir ver, şeyini gətirir, hikmətindən, faydalarından. Deyir ki, burada illə var. İllə ərəbcədən səbəb var. Səbəb var ki, niyə dəvə ət yeyəndə dəstəmaza getsən? Hikmətlərindən, səbəblərindən biri. Deyir ki, dəvə insanlar deyir, bilir. Dəvə saxlayanları görürlər, bilirlər. Dəvə saxlayan insanlar, dəvə işinə baxanlar əsəbli olur. Əsəbiyyə, əsəbli olur deyir. Baxarsan ki, deyir, onun ətindən istifadə çox eləyənlər də nədir? Əsəbli olur. Çünki deyir, onlar deyir, baxanda, danışanda görürsən ki, ağır danışırlar. Həqiqətən də baxsan ki, bədəvi ərəblər ki, saxlayır. Salam verib danışsan, səsinin qaldı, qəribə bir danışır. Adam sonra da deyir, bədəvidir, fikir vermə. Ondan şey olub da, əsasən, bədəvidir, fikir vermə. Bizdə də məşhurda o söz. Yəni, kimisə tənqid şeyindən yox. Sadəcə, bunu da şeyh də gətirir ki, bax, məsələn deyir, cücə saxlayanlar, çox saxlayanlar, səbirdə deyir, yaxşı olurlar. Çünki elə bir incə deyir şeydir ki, deyir o quş da, belə orasını təmizlə, burasını şey, incə baxsan da, bir dənə xəstəlik düşdü, məhv olur hamısı. Ona görə o səbir tələb edir. Ona görə o baxırsan ki, onu saxlayanda səbirli olur, diqqətli olur.
Və bu da deyir, əsəbli olurlar deyir. Baxsan deyib əsəbli. Və ona görə deyir, fəidə tavadəl insan xəffəfə min hiddəti hədillər. Yəni deyir, əgər dəstəmaz aldıqdan sonra həm bilir ki, sonra gəlirdə əsəbləşəndə və yaxud da dəstəmaz alsan, artıq nə edir? İnşallah ki, uzaqlar. Çünki deyirlər ki, necə gəlir? Alimlər iblis, şeytan oddursa da, dəstəmaz aldı onu neysən? Söndürürsən. Və ona görə, baxsa, ümumiyyətlə insan əsəbləşdi, bu sünnədədir. Dəstəmaz alan kimi sönür. Dəstəmaz alan kimi sönür. Və ona görə baxsan ki, deyir, bunlara, bu halda da hikmətlərdəndir ki, hikmətindən bilinəndir ki, bunlar əsəbli olur. Və ona görə yedikdə dəstəmaz mütləqdir. Ki, həm də o əsəb neynəsin, geçsin. Ona görə dəvə saxlayanlara baxsan ki, ətindən o qədər ilə əsəblidirlər, deyir. Danışanda görsən ki, ağırdan. Baxmayaraqsa, nəsə demir, amma danışıq şeyi o cürdür, təsir edir. وَمِنْ تَأْثِيرِهِ عَلَى بَدَنِ. Çünki deyir, o deyir, bütün bədənə təsir edir o yemək. Yəni, burada deyir, böyük hikmətlər var. Və sonra deyir, orada hədisdə savik gəlir. Savik nədir? Bişirilmiş sıyıq. Azərbaycan sözdə var, sıyıq. Bizdə, məsəl üçün, göy-göyərti ilə pişəndə nədir? Sıyıq deyilir. Yəni, başqa bir şeylər də sıyıq deyilir. Bu da deyir, elə bir şeydir ki, o deyir, qızardılır, sonra deyir, əzilir, sonra yağla bişirilir. Yağla bişirilir. Və ona görə sıyıq deyirlər buna. Bir noxuddumu, və yaxud da hər hansı nə istəyirsən də, orada məsələn, onlardan loviyadımı, nəsə qorursan, əzirsən, yağla belə bişirirsən, buna deyir, sıyıq deyirlər. Misal çıxır ki, orada odda bişirildiyinə görə, çünki orada Peyğəmbər s.ə.v qızardılmışını yedi getdi, dəstəmaz aldı ətin, elə deyilmi? Deyir ki, onda deyir, bu da deyir, odda bişirilərsə də, buna da düşürmü dəstəmaz? Ümumiyyətlə, odda bişirilən yeməyə dəstəmaz düşürmü? Yiyirsənsə də. Belə bir şey gətirirlər. Qalə tavaddau mimə məssətinlər, ləkin kənə axar əmrin Rasulullah s.ə.v tərk vudu'i min məssətinlər. Düz, əvvəllər deyib, belə gəlmişdi. Hədis Müslimdədir. Rasul deyir ki, tavaddau mimmə məssətinlər. Odun məs elədiyi yeməklərdə dəstəmaz alın. Hədisdir. Lakin deyir ki, bir müddətdən sonra bu hədisi qaldırdı. Yəni, hökmü düşdü. Hökmü düşdü. Rasul s.ə.v tərəkə vudu'i mimmə məssətinlər. Sonra deyir ki, dəstəmaz almağı Peyğəmbər tərk etdi, odda dəymiş yeməyi yedikdən sonra. Yəni, nə eləmədi? Dəstəmaz almaq. Demək, onun əvvəldən idi, sonradan hökmün oldu? Düşdü. Əs-səvəb, bütün ixtilaflara baxdı, doğru olan budur ki, ənə vudu'ə mimmə məssətinlər leysə bivacib. Əgər hər hansı bir od yeməyə dəyərsə, ümumiyyətlə biz başa düşdüyümüz halda desək, od üzərində bişirilən yeməkdən yedinsə dəstəmaz almaq vacib deyil. Dəstəmaz almaq vacib deyil. Amma bir zamanlar nə idi? Vacib idi. Kənə əxiru əmrihi lə yətavadda min. Çünki son axır əmirdə o artıq nədir? Dəstəmaz almalı. Dəstəmaz alınmalı. Və sonra gətirir ki, أن الرسول صلى الله عليه وسلم أمر به ثم تركه هذا يدل أن الأمر ليس بالوجوب مثل ما أمر بالقيام للجنازة ثم تركه قال وترك إياه يدل على أن الأمر ليس بالوجوب. Burada gətirir ki, əmrdən sonra tərk etmək necə olur? Yəni, ümumiyyətlə, belə bir qayda var. Belə bir qayda var. İki əmr bir olarsa da, ikincisi sünniyə düşür. Ümumiyyətlə, əmələ düşmür. Nə tərif? Allah Subhanahu əmr edir ki, cümə günü hər şey tərk edin nəyə? Gəlin cüməyə. Hər şey, hə. Alış-verişdir, ticarət və s. və elə şeyləri, işdir. Yoxsa əzan verdim, sən işləyirsən, evdə, məsələn, yer belliysən, saxlayırsan, gedirsən cüməyə. Və sonra nə deyir ayənin arxasınca? Namazdan sonra neyini? Yayılın
yer üzünə ticarətinizi edin. Əmrlə mi gəlir? Nə tər olur indi bu? Mənə vacibdirmi cümədən sonra şeyi açım, iş yerini? Öcə nə olur o? Avtamız ki, mübah halına düşürür. Sünnə deyil, mübah halına düşürür. İstən get, istən getmə. Demək, iki əmr gəldikdə biri, ikincisi nə olur? Sünnə və ya mübah hökmünə düşür. Ona görə şeyx də burada gətirir. Elə bir hallar olubdur ki, Peyğəmbər əmr edib, sonra nə edibdi? Onu tərk edibdi. Bu da ən böyük ruxsadır ki, asanlaşdırmaq üçün, yəni təsəvvür et ki, hər yeməkdə cift dəstəmaz alın, hər yeməkdə cift dəstəmaz alsan. Biraz neyinir? Ağırlaşır. Və Allahın izni nədir bu? Aradan qaldırılır. Kənə əmr fi əhd Nəbi sallallahu əleyhi və səlləm tərəf məsədnər. Lənnə ləhməl ibli xassu və hədan. Deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm dövründə bəzi şeylər var ki, deyir, tərk olundu. Məsələn, bu odun üstə bişirilən. Və niyə deyir, dəvə tərk olunmadı? Bir dənə dəvə qaldı, deyir. O da deyir ki, o xas bir şeydir. Çünki orada hikmətlər çoxdur. Birini gətirdi ki, insan yedikcə neyini əsəbi bir şeyinə düşür, hala düşür. Ona görə deyir, orada çox şeylər var ki, kimisi deyir ki, biraz oddandır, insanda biraz istiliyə əmələ gəlir, çox şeylər gətirirlər. Ona görə deyir, o hikmətdən deyir, nədir, qaldı. Onda deyir, elə bir şey varmı ki, onun südünü içəndə də dəstəmaz almazsa? Gətirirlər ki, وهل الناس يأكلون الشعر أو أكله لا ينقض وضوءه نقول ليس داخلا في البعير بمعنى أن يشمل الجلد. Məsələn deyir ki, məraq nədir? Qaynadısan ətini, özünü yox, amma suyundan istifadə edirsən. Bulyondur. Hə, bulyon. Ay sağ ol. Deyir, həm südündən və ya bulyonundan istifadə etsək belə dəstəmaz düşür. Amma çox maraqlı bir şeydir. Şeyx əməl baş dərinliyinə gedirlər bunu. فَمِنْهُمْ مَنْ قَالَ يَجْبُ مَا دَامَ تَعْمُ اللَّحْمِ فِي هَذَا الْمَرَقِ فَيَجْبُدُ. Bir qisim deyir alimlərdən, məsələn İmam Əhməd gətirir ki, əgər orada ətin suyunun tamını dadırsansa vacibdir. Bir qisim gətirir ki, almasan vacib deyil, sünnədir. Amma deyir, üstünlüyü odur nədir? Vacib. Çünki əti dadırsansa da artıq deyir nədir? Vacib hökmü daşıyır. Həmçində deyir nədir? Südü. Və ləkin zahir ənəhu lə yecibudu. Və in təvadda və huvə əhsən. Və zəlikə yuqal ləbəni və rumə yüstədəl zəlik. Və ənə uraniyyin əlləzine qadimu mədinətə və istəvtənuhə və əmərəhum Nəbiyyə s.ə.v ən yəlhəqu bi'ayri sadaqatı və yəşəbu min əbvalihə və əlbənihə və ləm yəmuru bil-vudu. Görürsən, vacib görməyən alimlər gətirir ki, bir qisim Uraniyyindən olan bir tayfa gəlir Mədiniyə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onlara südündən və südlə qatışdırılmış bövründən deyir ki, onlara içirdir. İçirdir və onlara demir ki, dəstəmaz alın. Və elə də davam edir. Demək, buradan çıxır ki, südündən içdiyin halda vacib deyil, müstəhəbdir. Lakin ətinin suyundan yedikdə üstünlük odur nədir? Vacibdir. Və sonra şeyx gətirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dəlillər olaraq qoyunun bel tərəfindən yedi və sonra namaza çağırıldı və namaza getdi və namaza yeməkdən sonra dəstəmaz almadı. Birbaşa getdi namaza. Buradan da gətirilir ki, qoyundan bir hədisədə gəlir ki, qolundan yeyir və çağırılır namaza gedir, lakin dəstəmaz almır. Ümumi qayda olaraq hər bir halda qoyun, mal bu ətlərdən deyir, yedikdə dəstəmaz nə olmur? Pozulmur. Sonra sual verirlər ki, şeyx, çəngəllə yemək yemək sünnədəndirmi? Və ya qaşıqla? Şeyx gətirir ki, çəngəllə
yaxındır. Sünnədən, yəni eləyə bilərsən, deyə bilərsən. Çünki elə hallar var ki, çəngəli yediyin halda kafirlərə oxşaya bilərsən. Hansı halda? Bıçaqla sağı kəsir, solla yemək. Bu, Avropa mədəniyyətidir. Sağla kəsir, solla yemək. Bu mədəniyyəti götürsənsə olmaz. Amma ümumi halda, Şeyx Albani və başqaları da bunu gətirir, Şeyx Hüseymin də, rahiməhullah. 3 qaşıq barmaqla tutursansa, əsəbiyə gətirir ki, şeyx 3 barmaqla qaşığı tutduğun halda sünniyə daxildirmi? Deyir, bəli. Bax, Peyğəmbər nə ilə yirdi? 3 barmaqla. Yemək 3 barmaqla yirdi. Əgər 3 barmaqla qaşıq və ya çəngəl tutub sağla yeyirsənsə, sünnə hökmü daşıyır. Sünnə hökmü daşıyır. Və sonra başqa bir bab gəlir. Burada kifayətlənək. Allah Subhanahu bizə faydalanlardan etsin. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahə illə əntə, əstəğfiruka və etûbü ileyk.